Əslində bu mövzunun adı biraz ədəbi, biraz da harmonik bir ad olduğunu düşünürəm. Hətta bu haqda mənim yazım da var idi, qadın jurnalında. Amma niyə bunun belə algılandığı mənə biraz qəribə gəldi. Mən Eybi bunu yox. Hə. üzr istəyirəm. Kişilərə yönəlikdən çox da elə qadınlara yönəltmişəm. Qadın qadının qurdudur yoxsa yurdudur? Məsələ odur ki, bunu elə bir xanım yazmışdı mənə. Yəni amma qurtdu xanım Əslində mövzumuzla çox bağlantılıdır. Hansı ki, bizim çıxartdığımız problemin tam da əyani bir qazanır. nümunəsidir ki, və biz oradan neqativ tərəfi də başa düşə bilərik, pozitiv tərəfi də. Hansı ki, bu mövzuda biz daha çox dəstəkləyici, necə olmaq lazımdır, bir-birimizin xırda işlərini ön plana çəkərək, əslində necə o işə dəyər verdiyimizi göstərərək, həmin insana daxili motivasiyasını qaldıra bilərikdən çox, neqativ tərəfdən anlaşılırsa, bu biraz həm mənəvi məsələdir, həm də psixoloji məsələdir ki, bir insan həm də öz cinsiyyətçilik eləməyəcəm də, amma qadınsal bir məsələni belə neqativə anlayırsa, bu əslində ideologiyadan, siyasətdən də çox daxili məsələlərlə bağlı bir şeydir ki, onun yaşamışlıqları, təcrübələri ya da çəkdiyi əziyyətlərlə bağlı bir şey olduğunu düşünürəm. Amma yenə də sizlə Ayşən xanım, mənim sahəm çox fərqlidir. Ona görə mən daha çox istəyirəm ki, iki sahə arasında belə fərqli sahələr arasında bu qadın qadının yurdudur cümləsini necə istifadə edə bilərik və hansı situasiyalarda? Əvvəlcə bir şeyə aydınlıq gətirim ki, mən akademiyanın səhifəsində bir dənə story atmışdım. Bir dənə ə, şəxsi inkişaf koçunun videosunu repost eləmişdim storyyə. Bəziləri mənə irad tutdu ki, orada bəzi Niyə? qadınları əyrimçi adlandırmışdı. Xəyanət, yəni evli olduğunu bilə-bilə xəyanət Aha. edən qadınları, da ki, hansısa evli kişilərini, bunları əyrimçi adlandırmış. Mənə yazdılar ki, bu nədir Ayşən? Yəni burada qadınları dəstəkdən söhbət gedir, həm də qadınları bu cür adlandırırsan. Amma yəni heç çox uzaq keçmiş deyil. Yəqin ki, görmüsünüz hər biriniz o xəbəri ki, iki xanım hansı ki, qadın alveri ilə məşğuldular və qadınları zorakılığı təbliğ eləyib. Yəni onları pis yol dediyimiz yollara cəlb edirlər hansı ki, yəni bunlara nə ad verim? Çoxu Bu danışmaq istəmirəm sözsüz. verəcəyimiz ad əslində bu pis yol dediyimiz məsələdə necə yaranır onu istəyirəm izah eləyim ki, cəmiyyətimizin ən böyük problemlərindən biri də odur ki, insanların fərqindəliyinin az olmasıdır ki, hər insanla dialoqa keçəndə şəxsi sərhədlərini qoruya bilmir və şəxsi sərhədlərinin qorunmaması da gəlir nəyə çıxarır? Onu şəxsi ehtiyaclarını öyrənib, o ehtiyaclar üzərindən onu istifadə etmək. Məsələn, tutaq ki, mənim ən həssas nöqtəm təhsildir və xaricdə təhsil almaq istəyirəm. Tanımadığım bir xanım mənə tutaq ki, yaxınlıq göstərir, qadın qadının yurdudur. Dəstəyi şüarları adı altında və mənim bir az söhbətdən sonra xəyallarımı, arzularımı öyrənir və deyir: "A, Nigar, mən səni əslində oxuda bilərəm, belə bir şans var. Gəl bunu dəyərləndirək. Gəl sənə heç nədən belə bir şans verim." Və bu daha çox mənim gördüyüm statistikaya əsasən yeniyetmələr arasında daha çox yayılımdır. Hansı ki, 9-cu sinifdən etibarən bu abituriyent qəbul imtahanlarına hazırlaşan şagird yaş aralığına qədər eləyirdi, səhv eləmirəmsə. Hə. Və onlar daha çox buna ehtiyac duyduğu üçün daha çox yönəlim var. Ona görə onları istifadə etmək, hansı ki, bəziləri görürəm ki, sosial mediada böyük bir qınaq obyekti var ki, valideyni hara baxır, qızının öz şüuru hardadır ki, öz şəxsiyyət vəsiqəsi olsun, sənədləri olsun, niyə tanımadığı adama verir. Bunlar hamısı belə bilmədiyimiz, fərqində olmadığımız, bəlkə də onun əslində neqativ bir hal olduğunu duyuruq, amma duymaq istəmirik ki, tək mən arzularıma çatım, qısa yoldan və ya uzun yoldan fərq etmir. Ümid edirəm nə demək istədiyimi düzgün başa düşürsüz. Mən tələbələr üzərindən nümunə verirəm. Təbii ki, bunun
tutaq ki, maddi cəhətdən zəif bir insan üçün iş axtarışı ola bilər ki, gedək mən sənə tutaq ki, xaricdə iş təmin eləyəcəm. Biz ikimiz yoldaş şəklində bir ev tutacağıq, yaşayacağıq. Sən maddi gücünü qaldırandan sonra da ölkəyə qayıdarsan. Yəni bu nağıldır, qəşəng də manipulyasiyadır. Sadəcə bizim ölkə bu statistikada ona görə yüksəkdir ki, bilmirəm bu saflıq hamının adlandırdığı bir şey əslində savadsızlıqdır. Ona görə də daim xəbərləri oxumaq lazımdır. Xəbərdar olmaq lazımdır və şəxsi inkişafa çox vaxt ayrılmalıdır. Və şəxsi inkişaf deyəndə ilk ağla düzdür kitab və filmlər gəlir. Mənim ən birinci, ən rahat yoldan dediyim budur. Ki mütləq şəkildə hamı professor olmalıdır, akademik sahəyə yönəlməlidir. Xeyr. Amma niyə lazımdır? Çünki ən asan yoldan sizə bu örnəyi verəcək yeganə ünsur kitab və filmlər. Zaten bəzi yox, bir çox filmlər elə kitablardan məzmun götürülür və onun əsasında formalaşır. Yəni izlədiyiniz 90% filmlər hamısı kitab əsasındadır. Və bu fərqindəliyi əgər siz təcrübə etməmisinizsə və başınıza da ümumiyyətlə belə bir şey gəlməyini istəmirsinizsə və insanları da niyyətini az da olsa sezə bilmək istəyirsinizsə, xahiş edirəm mütaliəyə və film izləməyə, ümumiyyətlə sosial medianı belə istifadə edərkən az da olsa bir neçə dəqiqənizi bu tip işlərə ayırın ki, belə fəsad şeylər çevrənizdə ümumiyyətlə olmasın, ailənizdə olmasın və ya sizin başınıza gəlməsin. İndi isə söz sizdədir Ayşən xanım. Çox haqlısınız, çox haqlısınız. Sadəcə biraz bəlkə də kimlərsə neqativ algılaya bilər. İndi bilmirəm insanlar nə düşündü. Mən sizə tamamilə haqq verirəm. Nə düşünürsünüz qızlar? Yaza da bilərsiniz, səsinizi də aça bilərsiniz. Və bir şey də qeyd edeyim ki, yəni bu deyirsiniz maddi cəhətdən zəif, yəni kimin hansı zəif nöqtələri varsa oradan vururlar. Yəni bu təkcə belə deyil. O qədər kobud səslənsə də deyəcəm arsızlaşıblar ki bu kateqoriya. Çox təəssüf ki, qadınlardır. Yəni bu insan çox incidir. Və mənim özümə belə, yəni tanımadan, mən çox sosial birisiyəm. Yəni burada xanımların əksəriyyətinə şəxsdə danışırıq, bilirlər. Sadəcə elə bir yolla, elə bir xoş sifətlə yazmışdılar ki, özdə qarşılığında heç bir təklif də yoxdur, iş orasıdır ki. Sadəcə tanış olur. Niyə şəklin yoxdur profildə? Ay canım, cicim. Yəni sözsüz ki, bunu hər kəsdən şübhələnin deyə demirik. Sadəcə göz açıq olmaq lazımdır. Nigar xanım dediyi kimi öz üzərimizdə inkişaf etməliyik hər zaman. Xəbərləri izləməliyik ki, yəni dünyada nələr baş verir, görək ən azından dünyanın neçə bucağı var. Ümumiyyətlə Ayşən xanım deyirsiniz ki, demirəm hamıdan şübhələnən, amma gözü açıq olsun. Çox yaxın zamanda bir analiz кейsim olmuşdu və orada həmin qadının ifadələrində bilirsiniz nə deyirdi? Qurbanlarımı necə seçirəm? Sosial mediadan baxıram. Məsələn, mən sizi seçmişəm də. Ayşən xanımın girirəm Instagramında like və repostlarına baxıram ki, görüm bu nə iş görür, bunun maraq dairəsinə nə aiddir, nələri bəyənir, nələri ümumiyyətlə repost eləyir falan. Və burdan sizi artıq öyrənir ki, artıq hamı gülməli olsa da bir-birinə söz atmasını repostlarla eləyir deyə düşünürəm. Və oradan Bazar sizi araşdırmasını öyrəndikdən eləmirik, sonra gör. Manipulyasiyanın həddinə bax. bəli, çox inkişaf eləmiş bir şeydir və bu əslində çox qorxunc bunun etapları da var. Ən yüngülü və heç kimin ağlına gəlməyən şeylər odur ki, sizin bəyəndiyiniz və repost etdiyiniz hər şey izlənir və ondan sonra bildilər ki, sizin izlədiklərinizə əsasən sizi necə əldə etmək olar. Ümumiyyətlə əldə etməyə uyğunsuz və ya deyilsiz. Ailənizin necə biri olduğuna ya da maddi gücünüzün də nə olduğunu onlardan tuta bilir. Hətta belə bir müsahibəsi olmuşdu ki, əgər bir qız luxury dediyimiz həyatla bağlı daha çox repostlar eləyirsə, deməli onun maddi sıxıntısı var və özündə olmayan şeyə işləyi var və bunu da bəlli edir. Özünü başqa bir kimlikdə ki, yəni mənim zövqüm budur, mən biraz üst leveləm və sair kimisindən etiketləmə prosesi deyirik biz buna və bu an nə baş verir?
Demək ki, qarşıdakı adam əslində çox güclü insan psixologiyasına bələddir və aynalama texnikasını çox gözəl bilir və bu o qədər inkişaf eləyib ki, siz heç onu hiss eləmirsiniz ki, o sizə nə məqsədlə yaxınlaşır ya da duyğusal bir boşluqdadırsa kimsə, həmin an zaten o artıq hər şeydən keçmiş olur, başlayır biraz tutaq ki, ailəsinə deyə bilmədiyi şeyləri ona deməyə, başıma belə bir hadisə gəldi, ya xəyanətə uğramışam, ya mənə belə olunub, elə olunub, belə-belə də hər şey yavaş-yavaş əldən gedir. Haqlısınız. Süni intellektin də bu qədər aktiv olduğu bir dönəmdə çox yəni faciəvi bir şeylər ortaya çıxılır, hansı ki, yenə də yaxın zamanda belə bir şey olmuşdu hüquq tələbələrindən. Heç bir Hı səbəb yoxdur. hı. Sadəcə hüquq fakültəsinə qəbul ola bilməmişdi və çox iyrənc hallar baş vermişdi. Biraz da keçək yaxşı tərəfə, çox pislədik, amma bir Bəli, birinci başladıq neqativ tərəfdən ki, bu qadın qadının yurdudur deyərək sizi necə salırlar tələyə. Bir də var bunun madalyonun ikinci yüzü. Bir dənə də fikri qeyd edeyim, sonra keçək növbəti Hı hissəyə. hı. Bu hallarda, yəni təkcə kitablar, filmlər təəssüf ki, yetmir. Sözsüz ki, hər kəs öz üzərində professional dərəcəsində işləsə çox yaxşı olar. Psixoloji seanslar olsun. Yəni bu cür ən azından özünüzü o vəziyyətdə hiss eləməsəz belə ayda bir, 2 aydan bir, heç olmasa 3 aydan bir psixoloji sessiyalar vacibdir. Biz də çalışdığımız qədər akademiya daxilində sərhədlərin qorunması barədə, ümumiyyətlə o tacını geri al marafonda da bu barədə çox geniş danışırıq. Ən azından bu cür ödənişsiz hissələrdən faydalanın ki, yəni müəyyən qədər baxış bucağınız genişləndirə biləsiniz. Bəli və bunu sırf özünüz üçün yox, həm də təsəvvür eləyin ki, ətrafınız, ailəniz, onlar üçün də eləyirsiniz. Və zaten normal bir psixologiyası olmayan insan, hansı ki, daxili sıxıntıları var və onun üzünü örtür. Həmin insan onsuz nə oxusa da ona çatmayacaq, anlamayacaq. Beyin qəbul eləməyəcək, analiz edə bilməyəcəksiniz və bu da o deməkdir ki, siz sadəcə boşuna vaxt sərf eləyəcəksiniz. Ona görə də Ayşən xanımın dediyi kimi, pulsuz seminarlar, hansı ki, təkcə bizim akademiya yox, bir çox yerdə artıq əl çatandır da, real danışsaq, hər yerdə var. Mən hər yerdə də görürəm. Və niyə də dəyərləndirməyək ki, əgər bir şey bizə fayda verirsə Yəni və bu maddi nəsə tələb etmirsə, niyə də olmasın? və kimisə də rəqib olaraq görmürük əsla. Bu bir dəstəkçi mühitdir. Ətrafımızda qadınlara xidmət edən başqa akademiyalar varsa daim paylaşırıq, dəstək oluruq ki, daha çox kütləyə çataq. Yəni məqsədimiz bizim müştəri ona getməsin deyil. Yəni belə dəstəkçi mühitlər bilirsinizsə ata bilərsiniz. Biz də öz kütləmizdən paylaşa bilərik. Hələ kiçik də olsaq, 2 aylıq bir fəaliyyətimiz belə olsa. Yəni müəyyən qədər çatdığımız kütlə var ki, biz də bacardığımız qədər yaxşılıqları yayaq ki, hər kəs bundan faydalansın. Bəli. İndi nədən danışaq? Hansı hissəyə keçirik? Ayşən xanım, idarəçimiz sizsiz deyə icazə ala-ala danışırıq. Ay, buyurun, estağfurullah. Slaytlar görünmür sizdə? Məndə yox. Hə, indi göründü. Aha. Bəlkə başlığı siz eləyəsiniz. Buyurun. Mən sizin sözünüzü çox almayım, siz danışmağı sevirsiniz. Yaxşı, deməyə görürük burada sosial dinamikadan onun var, mənim niyə yoxdur. Əslində bu gördüyümüz də yenə gəlir psixoloji müqayisəyə. Və bu psixoloji müqayisə hər zaman mən deyirəm ki, bəzi hissəsi var ki, o bizdən ümumiyyətlə asılı deyil və bizim onu dəyişə biləcəyimiz bir şey də deyil. Və bunun ən sadə nümunəsi bizim gündəlik sosial mediada məruz qaldığımız postlar olsun, ətrafımızın paylaşdığı xəbərləri hələ demirəm. Ümumiyyətlə ətrafımızda gördüyümüz o paylaşımlar, yaxın çevrəmiz və sair. Kimsə danışırdı, yoxsa mən sözünü kəsdim? Xeyr, səs açılmışdı deyəsən. Hə. Və başlayırıq istər-istəməz müqayisəyə. Tutaq ki, mən sinif yoldaşlarımdan danışacağam. Mən hər sinif yoldaşımla hər paylaşımda baxıram ki, hərəsi bir yerdədir. Biri xaricdədir, birinin artıq biznesi var, birinin uşağı var. Fərqli-fərqli, eyni yaş, amma fərqli həyatlar. Və istər-istəməz mən fərqində olmadan başlayıram müqayisəyə girməyə.
Və düşünürəm ki, görəsən normalı hansıdır? Ümumiyyətlə ən düzü hansıdır? Mən də mi ölkə səyahətinə çıxmalıyam tez-tez, yoxsa mən artıq biznesimi qurmalıyam, yoxsa mənim bir ailəm olmalıdır? Və bu sorğulama məni daxilən çökdürür. Çünki bunun cavabını tapa bilmirsən və bunun konkret cavabı olmalıdırmı sizcə? Ki sırf bu yaşda bu olunmalıdır, bu yaşda bunu etməlisiniz, bu yaşda bu. Belə bir normu varmı? Ümumiyyətlə belə bir qayda varmı? Xeyr, təbii ki, hər kəsin öz zamanı var və hər kəsin maraq dairəsi var, istiqaməti var, missiyası var. Bəli. Hər kəsin ümumiyyətlə bu şey başlayır bizim ailə mühitimizdən, ondan sonra keçir bizim daxili gücümüzdən, potensialımızdan, daha sonra maraqlarımıza, nəyə marağımız var, nəyə yoxdur, nə bizə yaxşı təsir eləyir, nə bizə yaxşı təsir eləmir. Daha sonra nə istəyirik, məqsədimiz nədir və bunların hamısının kökü gəlir çıxır, biz özümüzü nə dərəcə tanıyırıq. Və özümüzü tanıdıqdan sonra artıq o müqayisənin də qabağına keçə bilərik və gördüyümüz şeylər bizə pis təsir eləməyə də bilər. Və bir müddətdən sonra artıq bu müqayisə içinə girdiyimiz insanların adına sevinməyə də başlayırıq ki, "A, nə yaxşı." Məsələn, mənim sinif yoldaşım gəzir, hansı ki biz onunla uşaqlıqda danışırdıq. O tez-tez deyirdi ki, mən tez-tez ölkə səyahətinə çıxmaq istəyirəm, dünyanı görmək istəyirəm. Eləsi var ki, məsələn, evlənib, artıq onun uşağı var. Onun adına sevinirəm ki, o elə tam da ailəsi, ailə saxlayacaq tipdir. Məsələn, çox gözəl anadır. Və onların adına sevinməyə başlayırıq. Müqayisədən artıq çıxırıq. Ki demək ki, hər kəs öz işini, öz missiyasını olduğu və olması gərəkdiyi yerdə də yerinə yetirir. Çünki hamı öz olduğu yeri mənə elə gəlir ki, elə özümüz seçirik. Məsələn, mən burada sizə danışıramsa, bu o demək deyil ki, mən məktəb həyatımda bunu seçmişdim. Yox. Hətta sizə deyim ki, məktəb həyatımda mən çox belə səssiz, hamı ilə danışmağa açıq olmayan, utancaq və bəlirli konkret istəkləri olan bir insan idim. Və bir müddətdən sonra artıq kimsə məni bu situasiyada görəndə təəccüblənir. Bəs bunu mənmi seçmişdim? Əslində hə və ya yox. Bu biraz həm də qarışıq sualdır. Çünki bu düşünürəm ki, həm də təcrübələrimiz, həyatda yaşadığımız hadisələrə də bağlıdır. Çünki elə insan var ki, sırf bunu qabağına məqsəd qoyur ki, mən o nöqtəyə çatacağam. Bəs məqsəd qoymayan insanlarda necə olur ki, o nöqtəyə çata bilir? Artıq yaşadığı hadisələr onu formalaşdırır. Bu istəyir çətinliklərimiz olsun, bizi travmatik hadisələrlə üz-üzə qoyan insanlar olsun, və ya çox, məyus olduğumuz anlar, uğursuz olduğumuz günlər, zəif nəticə aldığımız imtahanlar, çətin gələn dərslər, düşünürəm ki, hamısı ümumiyyətlə bizi biz edən nüanslardır. Ona görə qarşımıza çıxan çətin, maneələr olsun, yanlış adlandırdığımız insanlar və sair bir müddətdən sonra mən şükür eləməyə başlayıram ki, şükür ki çıxdı, şükür ki o an mən o qədər ağladım ya da pis oldum ki, ondan sonra mən özümü dəyişə bildim. Bəlkə də o çıxmasaydı indi mən fərqli cür idim ya da həmin işdən mənə yox deyilməsəydi, mən məğlubiyyətlə üzləşməsəydim, indi başqa yerdə idim və monoton bir həyatım var idi. Belə. Siz nə düşünürsüz Ayşən xanım bu mövzuda? Çox haqlısınız. Yəni dediyiniz hər fikrə qatılıram. Bir də əlavə eləmək istəyirəm ki, əsla Hı qaramsar hı. düşməyin. Yəni motivasiyadan düşməyin. İmkanlar həqiqətən Neqativlə. eynən neqativliyə qapılmayın. Ə, ola bilər ki, coğrafiya qədərdir bu arada. Mən bu fikirlə artıq razılaşmışam. Amma bu o demək deyil ki, Coğrafya qədərdir. Niyə? mənim üçün elədir artıq. Nəyə əsasən? Mənə çox maraqlıdır bu sual. Çünki məsələn mən bunun əksini düşünürəm ki, coğrafiyaya qədər deyildir. Çünki mən məsələn hər
yaşadığım yerdə heç vaxt özümü ora aid hiss eləməmişəm də, hansı ki, hal-hazırda da ordayam. Oxuduğum məktəb də burada olub və sair. Amma tez-tez də yer dəyişmişəm də, davamlı get-gəllər olub ölkə, daxili ölkə, xarici. Amma heç vaxt da bura özümü aid hiss eləməmişəm. Hətta sizə deyim ki, mənim bu yaşadığım yerdə qurduğum əlaqələr, tanışlıqlar mənə həmişə keçici gəlib ki, uzun çəkməyəcək. Bilmirəm bu kodlama mı sayılır? Aramızda bu işlə məşğul olan varmı? Kodlama mı sayılır, yoxsa manifestdə bəziləri deyir ki, sən onu manifestləmisən, ona görə belə köçəri həyat yaşayırsan. Ona görə mən razılaşa bilmirəm. Ona görə əsaslandırın. Niyə coğrafiya qədərdir? Nəyə görə deyirəm bunu? Bu çətin dönəmlərdən ki keçirik. Yəni sırf hər hansı bir coğrafi ərazi yox da, daha çox bunu Hı mentalitet -hı. anlamında deyərdim. Ki ətrafımızdakilərin düşüncəsini sözsüz ki dəyişdirə bilmərik. Bununla savaşmağa əsla dəyməz. Sadəcə bilmirəm, biraz əslində nisbi düz deyirsiniz. Yəni tam olaraq qərar vermək olmur ki, bu belədir yoxsa yox. Mənim missiyam varsa, nəyi düşünürəm? O coğrafiya Hı olduğum -hı. yer və mentalitet düşüncə bunu gecikdirə bilər mənim üçün. Bəlkə də gecikdirirsə yenə də müəyyən səbəblər var. Biraz da kafamı karıştırdınız siz. Amma yəni Am, Əgər düşünürəm. mentalitetə bağlayırsınızsa siz bu məsələni, ıı, bu əslində coğrafiya deyil də çevrəyə çevrilir. Ki çevrəniz düzgün çevrə deyil ya da o düşdüyümüz də olur da indi real danışaq. Məsələn, qohumlarımızı, anamızı, atamızı biz seçə bilmirik ki. Onlar öz-özündən gələn bir piyangodur. İndi kiminə yaxşı düşür, kiminə pis düşür. Nə mənada pis. Ailəni pisləmək mənasında demirəm. Məsələn, elə insan var ki, çox ətrafımda gördüyüm bir mənzərə. Xanım çox bacarıqlıdır, çox inkişafa meyllidir və daim də Erasmusdan nəsə qazanırdı da. Hansısa ölkəyə getsin, tutaq ki, bir semestr orada oxusun və s. Qətiyyən anası icazə vermirdi. Atası da yox ha, anası icazə vermirdi ki, yox, gözümdən uzağa gedə bilmərsən. Gedib orada nə edəcəksən və oxuyursansa burada oxu, oxumursansa da oxuma vəbşə. Yəni belə mənzərələr də var. Ona görə mən düşünürəm ki, bu biraz coğrafiyadan çox çevrə məsələsidir, ailə məsələsidir ki, mən hər zaman hər yerdə deyirəm ki, bizi formalaşdıran ən birinci yer ailədir. Valideynlərdir, ondan sonra məktəbdir. Hamı bunun tərsinə deyir ki, birinci məktəbdir, sonra nə bilim valideynlər falan. Xeyr. Valideynlər əkdiyi toxum məktəbdə cücərir. İndi bu yaxşı və ya pis, onu deyə bilmərəm. Çünki müəllimlərin psixologiyasından da çox şey asılıdır. Ünsiyyət bacarıqları və s. Ondan sonra gəlir universitet həyatı və s. və s. və s. Amma hər şey başlayır valideynlərdən, ana və atadan. Ana və ata deyirəm. Nənə və babanın müdaxiləsi, nə bilim, bibi, xala, əmi, dayı rolları yox. Ana və atanın inkişaf eləmiş fərdi düşüncəsi olduğu halda artıq övlad sahibi olmağa qərar verərkən böyütdüyü uşaq və bu rol çox önəmlidir. Artıq qıraq faktorlar girirsə, daxildirsə, onsuz da orada çatlama olacaq. Və çevrə faktoru, mentalitet dediyiniz neqativliklə ifadə etdiyiniz şeyin də səbəbinin yarılma kökü budur. Ola bilər. Bu tərəfdən də məntiqli bir fikirdir. Yəni buna da haqq verə bilərəm. Sadəcə niyə mini coğrafiya qeyd edirəm? Çünki Hı məsələn -hı. Almaniyada uşaqların sərhəddinə baxaq, bir də bizdə. Adi istəmədiyi yeməyi yedizdirməkdən misal gətirsək, yəni bir baxırıq Almaniyadakı uşaqların sərhəddinə, bir də bizdə. Yəni bu anlamda coğrafiyaya qədər gedirəm və bir də hansı ki deyirsiniz biz seçmirik valideynləri, bəziləri ola bilər ki, onları özləri seçdiyinə inanır. Şəxsi inkişaf prosesinin dərnliklərinə gedəndə, yəni ruhlarımız o dərsləri almaq üçün o valideynləri seçir kimi bir fikir də var. İndi burada kimsə o fikirlə razıdırsa, ya razı deyilsə, neqativ yaramasın kimdəsə, qıcıq yaramasın. Sadəcə baxış açınızı genişləndirin. Hər tərəfdən baxırıq fikirlərə və bu maraqlıdır çox, bu fikir mübadilələri. Ümumiyyətlə bizim danışdıqlarımıza arqument olan biri varmı? Ya mənim fikirlərimə əks olan, ya Ayşən xanımın, ya da ümumiyyətlə sualı olan varmı?
Belə başa düşdüm ki, yox, eyni fikirdəyik. Nə gözəl. İlk dəfədir ki, bütün dinləyənlərlə eyni fikirdəyik. Yaxşı, indi nədən danışırıq? Qadın münasibətinin iki yüzü. Əslində bunu Burada demək olar əslində nəyi bastırmamışıq. qeyd etmək istəmisiniz ki, iki yüzü deyəndə? Əslində bu Bizi iki yüzlü mü adlandırırsınız Ayşə xanım? Nə demək istəyirsiniz? başda daha çox toxunduq bunun neqativ tərəfinə, hansı ki, Hə, biz müqayisə, birinci qısqanclıq. giriş elədik bu məsələyə. Eynən. Yəni o xanımları da empat olmaq bu dünyanı cəhənnəmə çevirir. Mən çox empatam. İndi onlara haqq verəcəm. Ə, Nə mən də haqq vermək. Deyin, mən də anlayım. haqq vermək deməzdim də tam bəzən bu Hı. xarakterimi dəyişdirməyə çalışıram artıq. Yəni onların hardasa o rəqabət hissi, onun kökündə nələrsə var deyə düşünürəm, amma bir dənə bunu da net olaraq deyim ki, bəzi insanlar sadəcə pis olmağı seçir. Yəni çox da dərinlərə getmək lazım deyil. Mən də elə bunu sual vermək istirdim ki, ümumiyyətlə qadınlar niyə qadınlara dəstək olmalıdır sizcə? Niyə? Məncə qadın biz emosionalıq. Yəni hər bir qadın emosionaldır. Kimsə emosional deyilsə demək ki, duyğularını bastırır. Bu net belədir, yəni. Hı-hı. Ə, və kişiləri biz nə qədər danışsaq da düşünmürəm ki, bizim hiss etdiyimiz emosiyaları onlar tam anlayır. Mən bu cür düşünürəm. Ona görə qadına qadın bir dəstəkçi lazımdır. Əslində bəzi mövzular var ki, orada qətiyyən cinsiyyətçilik etmək istəmirəm. Amma bir dənə qeyd etdiyiniz məqam o düzdür ki, e, bu fakt ki, qadınlar daha emosional varlıqdır, amma kişilər məntiq yönümlüdür. Və məntiq yönümlü, emosional yönümlü ikisi bir araya gələndə orada bəzən münaqişələr olurdu. Tutaq ki, hansı münasibətə də baxanda görürük ki, e, biri 6 və 9 rəqəminə aşağıdan baxsan necə görünür, yuxarıdan necə baxsan necə görünür. Bu ona qarşılıqlı şəkildə münaqişəyə çevirə bilərlər. Halbuki eyni şeydən danışırlar, amma qəbul etmək istəmirlər. Bu ona görə düzgün bir məqamdır ki, bəli, biz bəzi emosional problemlər var ki, buna emosional zəkanın yüksək olmağı lazımdır. Hansı ki, indiki dövrdə belə daim bunun təbliğatı aparılır ki, adicə insanlar arasında təkcə kişi-qadın, qadın-qadına münasibəti, kişinin kişiyə dəstəyi yox. İnsanlıq üçün emosional zəkanın yüksək olmağı lazımdır ki, ətrafımızda nə baş verir, mənə nə baş verir, ya da mənim çevrəmə nə baş verir, mən bunu anlamalıyam, hiss etməliyəm. Amma niyə? Niyə də olmasın? Məsələn, mən bunu deyəndə çox zaman eşitdiyim sual budur ki, niyə? Niyə bir insan digərinə yardım etməlidir? Ya da niyə etməməlidir? Yəni bu bizdən əgər nəyisə almırsa, ümumiyyətlə nəyisə yaxşıya doğru edəcəyimiz xırda da bir hərəkət varsa və bunu niyə etməyək ki? Bu bizdən əgər nəsə itirmirsə, əksinə artırırsa, niyə etməyək? Və bu yenə gələcək bu bizim çağımıza ki, hansı ki, insanlar duyğusal cəhətdən robotlaşmağa doğru gedir. Hisslərimizi, duyğularımızı artıq unutmağa başlayırıq. Və digər bir problem də odur ki, biz hisslərimizə artıq yanlış ad qoymağa başlayırıq. Məsələn, ən çox eşitdiyim və ən çox insanlarda gördüyüm, biraz kədərli hiss edən kimi, mən çox depressiv hiss edirəm etiketini yapışdırmaq. Niyə? Kədərlənmək də çox normal və çox insani bir duyğudur. Biz sevinci dibinə kimi yaşadığımız kimi, kədəri də yaşamalıyıq və kədəri olduğu kimi qəbul etməliyik. Ona psixoloji termin yapışdırıb daha da romantikləşdirmək ya da daha da duyğusallaşdırmaq, ağırlaşdırmaq, travmatik bir həddə çatdırmaq lazım deyil. Və bəzən insanlar bunu patolojik səviyyəyə qədər qaldırır ki, yox, mən çox depressiv hiss eləyirəm, mən heç nə edə bilmirəm, mən heç kimlə danışmaq istəmirəm, mən heç kimi görmək istəmirəm, heç nəyin mənə xeyri yoxdur, mən pisəmsə bütün dünya pisdir. Və bu hamıda çox gördüyüm, çox da yayılmış bir vəziyyətdir. Kimsə kiməsə xoş üz göstərirsə, bu ona çox qıcıq eləyir ki, mən pisəm.
Yəni sən niyə belə sevinirsən? İnsanların xoşbəxtlik hissi belə bizi narahat eləməyə başlayır bir nöqtədən sonra ki, mən pisəmsə, əslində bu çox mənasızdır. Və ondan sonra da başlayır nihilist davranmağa ki, hər şeyi inkar eləməyə, həyatın mənası yoxdur, xoşbəxtliyin mənası yoxdur, qadınların qadına dəstəyinin də mənası yoxdur, gender bərabərliyinin də mənası yoxdur. Ümumiyyətlə heç nəyin mənası yoxdur. Bəs belə vəziyyətdə biz nə etməliyik sizcə? Nə edə bilərik ümumiyyətlə belə robotlaşmanın qarşısını almaq üçün, insan qalmaq üçün ümumiyyətlə? Bu çox qəşəng mövzudur. Günümüzdə süni zəka bu qədər yəni ən azından hər kəsdə yəqin ki, ChatGPT var. Yəni kimsə bir dərdin yazır da ora. Yəni 90% insan belədir artıq. Ki o da bizi müəyyən qədər robotlaşdırır. Günümüzdə artıq bir çox işlər sıradan çıxır, hamımız bilirik. Bizi Hı onlarda hı. fərqləndirən təkcə emosiyalarımızdır. Biz artıq ümumiyyətlə robotlaşmadan fərqləndirən təkcə emosiyadırsa, niyə bunu da qurban verək bu texnikaya, texnologiyaya? Yəni bunları qoruyub saxlamalıyıq. Müəyyən qədər burada oyanış lazımdır artıq deyə düşünürəm. Bəs bu oyanışı necə eləməliyik sizcə? Bir akademiyanın rəhbəri kimi bizə nə təklif edirsiniz? Ən başlıca özümüzün fərqinə varmaq. Bayaq da qeyd elədiyim kimi, o durumumuz harda? Yəni kim indi burada 10 nəfər xanım var, bilmirəm kim hardadır, necədir? Vəziyyəti, maddi durumu, psixoloji durumu heç birini bilmirəm. Amma bir ən azından heç bir terapiya demirəm. Sadəcə dayanın və olduğunuz yerin fərqinə varın. Niyə burdasınız? Nədir burada missiyanız? Sizcə burada olmağınız gələcəyiniz üçün hansı dəyişiklikdir? Yəni indi orada olmağınız sizə hansı dərs verir? Ən azından insan zaman-zaman özünün fərqinə varmalıdır. Yoxsa ki, robot kimi yaşamaq acınacaqlıdır. Bəli, zaman-zaman durmaq, ümumiyyətlə nəfəs almaq lazımdır. Ümumiyyətlə o sürətli tempoya özünüzü qurban verməyin ki, mən də bunu da eləməliyəm, onu da çatdırmalıyam, hər şeyə qaçmalıyam, mən çatmıramsa zəifəm, mən qətiyyən güclü deyiləm və başlayırıq özümüzü itirməyə və insani, hansı ki, normal olan şeyə də ağır etiketlər yapışdırırıq ki, ümumiyyətlə mənim çox yaxınlarım çox uzağa getməyəcəm, öz mamam. Biraz dayanan kimi başlayır narahat olmağa ki, mən nəsə iş görməliyəm. Bu belə olmamalıdır, belə lazım deyil. Hətta bir müddət mən sırf magistr həyatımda mən də belə idim. Həm işləyirdim, həm dərsə qaçırdım, həm tədbirlərim var idi. Mən ancaq evə yatmağa gedirdim. Və yemək yeməyi o qədər yadımdan çıxırdı ki, çatdırmaq bir qırağa yadımdan çıxırdı. O duyğunu da artıq itirmişdim. Mədəmin ağrısı mənim üçün normallaşmışdı ki, həm də keçər birazdan. Və bu heç lazım deyil. Ümumiyyətlə sizi belə neqativ bir hallara aparan, belə xəstəlik dərəcəsinə çatdıran bir şey sizə xeyir verməyəcək və sizə xeyir verməyən bir şey sizi necə ayaqda saxlaya bilər? Ümumiyyətlə çevrəniz üçün belə əgər siz lazımsınızsa ki, əgər dediyim zaten bu dünya üçün hamı bu dünyadadırsa, demək ki, hamının bu dünya üçün bir rolu var. Bir missiyası var Ayşən xanımın dediyi kimi. İndi bu fərqli-fərqli sahələrdə ola bilər. Məsələn, eləsi var ki, ev işlərindən həzz alır və çox gözəl də evdar bir xanımdır da, nə mənada ailəsinə də yaxşı baxır, yoldaşına xidmət alır və bundan zövq alır. Ən əsası zövq alır. Eləsi var ki, sırf özünü ayırıb akademik həyatından və bundan zövq alır. O ona zövq verdiyi üçün onu eləyir. Eləsi var ki, sırf adi bir bank işçisidir və hər gün eyni həyatı, eyni hərəkəti etmək ona zövq verir. Nə olsun kompüterin davamlı arxasında? O ondan zövq alır. Çünki bu onu orada olmalıymış kimi hiss etdirirsə və oradan nəsə öyrənirsə və özünü orada tamamlanmış hiss edirsə, demək ki, əslində doğru yerdədir. Və ya məsələn, mənim bir yaxınım elə bank işçisi idi, evləndi və işdən ayrıldı. Sırf özünü indi ayırıb evə. Və sadəcə açıqlaması budur ki, mən belə xoşbəxtəm. Mən belə həzz alıram. Mən yemək bişirməyi sevirəm. Mən davamlı evdə vaxt keçirməyi sevirəm. Yoldaşımla nələrsə etməyi sevirəm. Evcimən xarakterliyəm. Ona görə yenə hər şeyin başı gəlir. Əslində biz nə istəyirik? Özümüzü düzgün tanıya bilirikmi? Bizim yüksək xarakteristik özəlliklərimiz nədir? Emosionallıq
emosional zəkamız nə yerdədir? Ondan sonra digər o texniki bacarıqlara məncə ə, fokuslanmaq daha yaxşı olar. Çünki eləsi var ki, öz emosional və daxili dünyasını tanımadan texniki sahələrə yönəlir və sonra da çox məyus olur. Bu onu get-gedə əməlli depressiyaya qədər aparır. Çünki olduğu yerdə məmnun deyil və oradan avtomatik eyni işi edirmiş kimi özünü bir maşın mexanizmi kimi hiss edir və əslində bunun niyə belə olduğuna da ad qoya bilmir. Çünki fərqində deyil və ə, dəstək belə almaq istəmir. Ona görə bu duyğu sizdə də varsa, ümumiyyətlə nədəsə çətinlik çəkirsinizsə, ən adi etdiyiniz bir iş belə sizi narahat edirsə, bilin ki, daxilinizdə bir siqnal var və o siqnal siz anlamasanız belə o sizin bədəninizdən xaricə verir, emosional vəziyyətinizə təsir edir. İnsanlarla danışmaq sizi narahat edirsə, ya da tez-tez əsəbləşirsinizsə, artıq hər şey sizi narahat eləməyə başlayıbsa, qıcıqlandırma dərəcəsinə çatıbsa, bu bir siqnaldır. Belə Ayşən xanım, əlavə etmək istədiyiniz var? Bir şey var? Ümumiyyətlə digərlərdə maraqlı sualınız varsa, ümumiyyətlə mənə və ya Ayşən xanıma verə bilərsiniz. İstədiyiniz mövzuda, danışdığımız mövzuda ola bilər, sizi narahat edən mövzuda ola bilər. Təklif, fikirlər, iradlar. Bəli, bütün fikirlərə açığıq. Bayaq bir xanım yazmışdı ki, mamalar hara tələsir, yəni insanlar, qadınlar. Bu zaman-zaman təbii ki, hər birimizdə olur biraz qınamaq. Sözsüz ki, insanıq. Hər birimizin daxilində müəyyən qədər bir beynimizdə çelişkilər olur. Mən də hərdən düşünəndə deyirəm ki, mənim yaşlarım nə tez evlənib, yəni nə tez 3 dənə uşağı var artıq onun və s. Amma bayaq Nigar xanım qeyd elədiyi kimi də hər kəsin öz zamanı var. O ana kimi çox yaxşı anadır. Ə, yəni o bir uşağına sevə-sevə baxır və ondan həzz alırsa, demək ki, elə onun missiyası da odur. Bu cəmiyyətə gözəl övladlar bəxş eləmək. Yəni hər kəs iş quracaq, hər kəs təhsil alacaq deyə sadəcə özünüzün fərqində olmağınız kifayətdir. Bəli, bizim ümumiyyətlə kitab və film klubunu yaratmaq məqsədimiz də o idi ki, əslində fərqli-fərqli rayonun, fərqli-fərqli kəndləri heç fərqi yoxdur kim hardandır. Daha çox evdar xanımlara xitab etmək idi ki, onların o daxili dünyasına heç olmasa uzaqdan da olsa giriş eləyə bilək, biraz inkişaf aparaq. Amma mənim ən böyük fokus nöqtəm bu idi ki, son zamanlar çalışdığım işlə əlaqədar görürəm ki, rayonlarda daha çox sərhəd tərəfə yaxın yerlərdəki kəndlərdə hələ də 18 yaşında xanımları gözləyirlər ki, 18 yaşı olan kimi nikahdadılar. 18 yaşında təhsil almayan, məktəbi də bəlli deyil, yarım qoyub qoymuyor. Hələ də o şeylər var. Mən daha çox onlara xitab eləmək istəyirəm ki, bəlkə o daxildə nəsə yaranar, bəlkə nəyisə analiz eləyər və ya artıq ana olmaq istəyirsə belə uşağına düzgün şəkildə heç olmasa yön verə bilsin ki, bu zəncirləmə şəkildə davam eləməsin. Anadan qıza, qızdan öz qızına və s. və s. və s. Bu adət biraz qırılsın. Biraz dünyaya baxış açısı dəyişsin ki, görsünlər ki, əslində bizim dünya sırf yaşadığımız kənddən ibarət deyil. İndi bilmirəm, hal-hazırda məni dinləyənlər hamısı Bakıdandırmı, yoxsa fərqli-fərqli yerdəndirmi? Amma biraz səyahət edəndə mən dediyim zonalara görürəm ki, sırf həmin xanımlarda, elə kişilərdə də dünya həmin kənddən ibarətdir. Həmin kənd və kəndin cəmaatı. Və bu biraz qorxunc bir şeydir. Ona görə bunu qırmağa çalışıram. Niyə hədəf kütləmdə daha çox qadınlardır? Çünki e, həmişə belə bir söz deyirdik ki, bir kişinin təhsil alması elə bir kişinin təhsil alması deməkdir, amma bir qadının elə bir cəmiyyətin təhsil almasına bərabərdir. Razıyam. Və bir də bizim missiyamızdan biri də odur ki, olduğumuz durumu bayaq da elədiyimiz kimi dəfələrlə demək istəyirəm ki, olduğumuz durumu əsla yalnız mən beləyəm, ən pisdəyəm, ən dibdəyəm. Yəni bu cür əsla düşünməyin. Çünki
Bizim kimlər mütləq ki var. Biz Nigar xanımla tanış olanda eyni yaşdayıq. Otur bir ilk danışığımız 4-5 saat çəkdi hə Nigar xanım. Özümüzü Hə, analiz elədik. özdə necə olmuşdu? Mənim ilk seminarım idi sizdə. Bəli. Və bilmirəm ki, kim kimə təklif eləmişdi. Mən sizə təklif eləmişdim, yoxsa siz mənə təklif eləmişdiniz. Və daha sonra seminarı verdim, qurtardım. Ondan sonra bizim axşam müzakirəmiz başladı. Səhər üzü 6-da, 7-də artıq bitirdik. Və həmin gecə elə hər şey formalaşdı, bir-birimizə düşüncələrimiz falan. Yəni deməyim odur ki, mən demədim də ki, o məndən istifadə eləyir ya da ki, o demədi ki, bu mənim müəssisəmdir, mənə təkliflər verir, yad adamdır və s. Mən sadəcə fikir kimi ona nələrsə ifadə elədim ki, məsələn, akademiyanızda əslində bunu da eləyə bilərsiniz də, nə olsun təzəsiz. Bunu da eləyim, bunu da yoxlayım və s. Və sağ olsun o da dediklərimi geri çevirmədi. Bəli, beləcə kitab film klubumuz yarandı. Yəni bizim kimi düşünənlər var hardasa. Mən də təmənna gözləmədən bu akademiyanı yaratmışdım və təsadüf deməzdim. Sözsüz ki, elə bizim missiyamız bu idi ki, burada qarşılaşaq və insanlara bərabər nələrsə qataq. Yəni özünüzü əsla tək hiss eləməyin. Tək hiss eləsəz belə yaza bilərsiniz şəxsən. Zaten bunu hər dəfə deyirik, yenə deyirəm. İstədiyiniz qədər yaza bilərsiniz. Biz çalışdığımız qədər sağlam şəkildə sizin problemlərinizə həll olmağa çalışarıq. Bəli, burada yaza biləcəyiniz mövzulara hər mövzu daxildir. İstəyir psixoloji problem olsun, zorakılıq məsələləri olsun, sosial yardım məsələləri olsun, hər mövzuda yaza bilərsiniz. Hər mövzuda sizə professional şəkildə yönləndirmə edə bilərik. Zaten mənim sahəmdirsə sosial problemlərlə bağlı sahədə yardım etməyə çalışıram əlimdən gələn qədər və ya digər məsələlərdirsə peşəkarlarla əlaqə keçməyə sizə kömək edə bilərəm. Və son Bu olaraq qədər. Aha. slaydlar görünür də yəqin ki, hə sizdə də. Bəli. Bəli, sonluğu da bununla bağlamaq istəyirəm. Bir qadın başqasının tacını düzəldə bilirsə, hamı qalib olur. Məqsədimiz, missiyamız, amalımız budur ki, hər kəs öz dəyərinin fərqinə varsın, öz tacınızı görün və əsla bunu başqasında qısqanmadan bilin ki, hər birimizin başında o tac var. Sadəcə özümüzün fərqində olaq və bir-birimizə Bəli. dəstək olaq. Bəli. Çox gözəl bitiş elədim məncə. Bəli. O Əlavə zaman suallarınız, təklif, irad, fikir varsa bildirin, yoxdursa da cici sağollaşaq. kəsdik. Səs Yaza atı da bilərsiniz. bilərsiniz, səsinizi də aça bilərsiniz. Sizi tanımaq bizə də xoş olar. Necə keçdi? Ümumiyyətlə bəyəndiniz? Yoxsa qıcıq oldunuz? Feminist deyil əsla. İndi biri mənə yazan kimi siz feminizmin təbliğatını aparırsınız. Ayşən xanım, siz məni pis işlər üçün istifadə edirsiniz. Mən o qədər gəlir ki mənə. Akademiyanın məqsədi feminizmdir. Əsla. Təsəvvür eləyin də, Dəli Kür filmində mən analiz mövzusu kimi qadınları istifadə etmişdim, qadın obrazlarını. Çünki üç fərqli dünya var idi, müqayisəyə çox açıq məsələ idi. Ora nə qədər tənqid gəldi mənə özəldən. Çünki mən onu həm də məqalə formatında yazıb təqdim etmişdim ki, biraz çox kütləyə çatsın ki, bəzi xanımlar həmin xanımların yerində özünü də qoyub müqayisə eləyə bilir. Nə olsun ki, o neçə il əvvəldir. Bəzi hadisələr, kimliklər dəyişə bilər, hadisələr oxşar ola bilər. Ona o qədər irad gələ bilər ki, mən belə təəccüb edirəm ki, mənim niyyətim nədir, insanlar nə anlayır. Amma yenə də təbii ki, pozitiv şəkildə qarşılayıram. Bəzən izah verirəm, bəzən ehtiyac gözləmirəm insanlara qarşı ki, bəlkə də sadəcə demək xətrinə deyən insanlar var. Bir də var ki, doğrudan aydınlaşdırmaq istəyir ki, niyə bu belədir. Eynən. Yəni bütün fikirlərə açıq. Hər kəsin öz subyektiv fikri var və biz hər kəslə razıyıq zaten hər məsələnin Çox gözəl bir şey başında. yazılıb burada. Bəzən qadınların açıq-aydın qısqanclığı zarafatlarından hiss edirəm. Çox tez-tez qarşılaşılan nümunə. Heç kimin deyə bilmədiyini zarafatlarla deyə bilməsi kimi. Mən xatırlatmaq istəyirəm ki, bir neçə gün sonra film müzakirəmiz olacaq. Filmə baxın.
müzakirədə birləşək. Orada da belə fikir mübadiləsi aparaq və mən həmişə deyirəm ki, adi bir cümlə belə digərinə çox böyük bir dəyişiklik yarada bilər, motivasiya yarada bilər və ya ümumiyyətlə ona nəsə qazandıra bilər fərqindəlik mənasında. Ona görə də izləyin, müzakirəyə qatılın. Bir xanım yazıb, Açıq deyə bilmirlər, ona görə özlərini alçaltmaq istəmirlər. Zarafat mövzusudur. Bu yəqin ki, yanlış anlamıramsa, çox gözəl mövzudur, amma mənə maraqlıdır. Bu da bizim daxilimizdən gəlir. Ümumiyyətlə bizim dilimizdən çıxan hər bir şey təbii ki, bizim daxilimizdən gəlir. Və bu bizim mənəvi, psixoloji formalaşmamız və sair bura hər şey daxildir. Ona görə də sualın cavabı hər zaman bəli, bizim daxilimizdən gəlir. Amma daxilimizi idarə edə bilərikmi? Bəli. Və bu zarafatla alçaltmaq ya da söz atmaq falan, bunlar hamısı neqativ duyğuların ümumi birləşərək biruzə vermək kimidir. Biraz da nəyinsə arxasına sığınaraqdır. Açıq-aydın deməmək, ümumiyyətlə daha bu biraz manipulyasiya kimi sayılar da səhv etmirəmsə. Kimə zarafat elədim, sən səhv başa düşdüyün kimi idarə etməyə çalışmaq kimi. Mənə elə gəlir ki, ən böyük tərəfi kinə dayanır. Ümumiyyətlə kindar olmayan bir insana digərinin xırda bir şey gözünə batmaz. Hələ onun üzərindən də zarafat etməz. Ona görə həmişə ürəyinizi, qəlbinizi təmiz saxlayın. Başqaları üçün yox, özünüz üçün. Çünki qəlbinizdəki o kin, bilirsiniz, tutaq ki, mənə kimsə zarafat eləyir. Mənə heç nə o an olmayacaq ki, onun zarafatı ilə mən əksilməyəcəm, nə də çoxalmayacağam. O an dedi və unutdum getdi. Amma o kin, o neqativlik onun qəlbində həmişə qalacaq. Mən olmayım, dəyişəcək rollar başqasına olacaq və o dəyişməyəcək və həmin o kin, neqativ hiss onu mütləq şəkildə mənfilərə aparacaq. Bunun başqa bir açıqlaması yoxdur. sirkə nə qədər tünd olsa öz qabın çatdadar Bəli. misali. Və bir də bayaq dediyim kimi sadəcə bəzi insanlar da var ki, sadəcə pis olmağı seçir. Yəni belə hallarla da az rastlaşmırıq. Hər şeyin kökünə getməyə çalışırıq, yaxşı tərəfindən baxmağa çalışırıq, amma bəzi insanlar hər şeyin çox gözəl fərqindədir, sadəcə pis olmağı seçirlər, çox təəssüf. Amma yəni həyat toz pəmbə deyil. Yaxşılıq varsa pislik də var, sülh varsa müharibə də var. Bunu qəbul etməliyik. Bəli, burada biri yazıb ki, siz koçsuz. Mən koç deyiləm, mən sosioloqam və sosioloqdan da öncə filologiya ilə bağlı təhsilim olub. Sosiologiya mənim ikinci ixtisasımdır və daim sosial mövzuları araşdırıb, təhlil edib onu insanlara məişət dilində, yəni danışıq dilində çatdırmağa çalışıram problemləri, fərqindəlik üçün, biraz da gözlərini açmaq üçün. Bu qədər. Yəni koç deyiləm, sosioloqam. Ayşən xanım onu belə baxıram, məni belə danışdıra koç eləyəcək. Siz zaten psixoloji tərəflə də maraqlanırsınız deyə coachingdə məsələlərin kökünə Bilmək getmişsiniz. olmaz. Siz Bəlkə üçüncü təhsilim psixologiya oldu, nə bilirsən? inşallah hər zaman dəstəkçiyik. Və bir xanım da yazıb, Mhm. ona bax, bir dəqiqə bayaq bir sual var idi orada. Amma mənə maraqlıdır, bu da bizim daxilimizdən gəlir. Yəni zarafatla alçaldırsa o bizim daxilimizdən gəlir. Onu demək istəyir, düz başa düşdümsə. Bəzən bizim də problemimiz ola bilər, bəli. Çünki biz sərhədləri düzgün qoymaya bilərik. Yəni uşaq pozisiyasından çıxmaq lazımdır. Bir insan bizi alçaldırsa, onu açıq-açıq deyib həyatımızdan çıxara bilərik. Mhm. Psixologiya ilə koçluq bənzəsə də tamam fərqlidir. Mən əslində heç bənzətmirəm. Mən ümumiyyətlə sosiologiyanı da e, insanlar içində çalışsam da daha çox akademik yönümlüyəm. Ona görə psixoloji təhsil də alsam bu akademik yönümlü olacaq. Yəni inanmıram ki, mən koç olum. Məndən necə koç olar? Psixologiya ilə coaching eyni deyil, xeyr. Psixologiya bizi keçmişdən, o qaldığımız duyğulardan indiki Hmm. halımıza gətirir. Coaching isə indiki olduğumuz yerdən bizi gələcəyə fokuslayır hədəflər üçün. Yəni hədəfsiz bir insanı coach sessiyası düzəldə bilmir.
Əgər bir insan keçmiş duyğularda keçib neqativdə qalırsa, depressiv bir vəziyyətdədirsə, onu coach xilas edə bilməz. Əgər indi bilmirəm sahədə onu üstlənən coachlar varsa, o artıq qeyri-professionaldır. Var, çox var. Ümumiyyətlə psixologiya təhsili olmayıb da özünü psixoloq kimi adlandıranlara vəbsə toxunmaq istəmirəm. Yəni coachingdə də keçmişə gedirik, amma ə, yenidən fokusumuz gələcəyədir çünki. Amma psixologiyada indiyə fokuslayırıq özümüzü ki, burdasınız, yaşayırsınız, indiki duyğularınızın fərqinə varın. Coaching daha çox yön verir, gələcək həyatınızı yaxşılaşdırmaq üçün. Yəni yönləndirmə edirsiniz. Bəli, bəli. Maraqlı. Mənimki daha çox akademikdir. Akademik olaraq mən sadəcə onu terminləri izah edə bilərəm, hansısa problemi sosiologiyaya bağlayıb onu ifadə edə bilərəm ya da sizə sadəcə izah edə bilərəm danışıq dilində, amma nə psixoloqam, psixologiya ilə bağlı təhsilim yoxdur. Sosiologiya ilə var. Bəzən də ədəbi təhlillər edirəm ona görə ki, həm də dil ədəbiyyat təhsili də almışam. Belə. Yazarımız, sosioloqumuz. Ay, sağ olun. Bir də bir xanım yazıb belə olsa gərək hamını çıxarım həyatından. Xeyr, yəni əgər problem artıq hamıda görürsünüzsə, demək ki, bir özümüzə dönmək lazımdır. Görək biz harda ilişib qalmışıq ki, hər kəsin hərəkətin eyni kodlayırıq. Belə təqdirdə problem bizdə də ola bilər. Necə yəni? Məsələn, eyni hərəkəti eyni formada kodlamaq nə edirsiniz? Yəni hamıdan eyni hərəkəti görürəmsə, Bu əslində mənim problemimdir. Yəni mən bu müəyyən qədər şəraiti hər yaradıram zaman yox, mənasında. hər zaman yox, hər zamana Hı aid -hı. eləmirəm. Elə buna görə deyirəm ki, həmişə araşdırın. Çünki məsələn burada Nigar xanım danışır, Ayşən xanım danışır. Bəlkə sizi qane eləmir, özünüz üçün Hı araşdırın. -hı. Bu fikri Bəli, geri bəli. dönüş eləyin. Yəni öz fikriniz mütləq ki olmalıdır, amma adətən bəli, hər kəsdədirsə problem bir özümüzə dönməliyik ki, niyə? Sözsüz Sərhəddi yenə qorumaq mentalitet lazımdır. məsələsinə getmək istəmirəm mən artıq o manipulyasiya mövzusunda. Ona görə susuram burada. Yəni ümumi algılamayın fikirləri. Ki bu belədir, mütləq Ayşən dedi, Nigar dedi, bu belədir. Əsla elə deyil. Yəni özünüzə Bəli. birbaşa etiket qoymayın. Və artıq məncə təkrarlanan neqativ hadisədə insan özünü biraz sərhəddini qorumalıdır. Nə mənada? O bloku biraz yaratmalıdır ki, əgər yoxlayıb daim bunu hər dəfə acılamaq kimi yox. Məsələn, mən qarşılaşdığım yaxın çevrəmdə hansısa bir neqativ nüansla qarşılaşıram. Tutaq ki, hansısa qohumumdur və onun bir sözü mənim xoşuma gəlmir. Bilmirəm indi bu mənim sahəmlə bağlıdır ya nə. Mənim xoşuma gəlmir və mənim beynim avtomatik belə bir siqnal verir ki, hə, ona deməli belə bir şey yaşadıblar. O da həmin şeyin ağrısını mənə tökür. Əslində özünə etiraf edə bilmədiyi hansısa problemini məndə qüsur olaraq tutur ki, məsələn, Nigar çox danışır da məsələn. Yəni burada əslində neqativ bir şey yoxdur, amma bu onu narahat eləyirsə və bunu qüsur kimi tutursa, deməli ən çoxu ondan yarğılanıb ya da xaric olunub nələrdənsə və o mənə onu tutursa, mən avtomatik beynimdə oyanır ki, hə, deməli bu hissədə çox nəsə çəkib, özünə belə etiraf eləmədiyi bir duyğusu var və onu məndə problem kimi görür. Və bu artıq təkrarlanırsa və mən bunu düzəldə bilmirəmsə, hansı ki, biraz yumşaq tərzdə mən məsələn elə insanlarla söhbət aparıram. Həm tədqiqat üçün, həm mənə ümumiyyətlə onun daxili dünyası maraqlıdır, həm də kömək məqsədli də. Çünki o məndən çox özünə zərər verir. Və artıq görəndə ki, o özü də düzəlmək istəyir, bu olduğu şərait onu narahat edir. Mən artıq ona bəzi yönləndirmələr eləyirəm də, professional şəkildə ki, məsələn, psixoloq dəstəyi alsın ya da bunu eləyə bilmirsə, çox vaxt deyilir ki, maddi imkanı buna yol vermirsə, mən neyləyə bilərəm? Mən ona məsələn oxuya biləcəyi kitablar atıram ki, hansı ki, qısa müddətlik də olsa bu onu rahatlada bilər. Yəni ya da nəyinsə fərqindəlik səviyyəsinə çatdıra bilər. Eyni zamanda sizdə elə bir problem varsa, məndən belə bir kömək ala bilərsiniz, kitab göndərə bilərəm. Və görəndə ki, doğrudan da özü də dəyişmək istəyir və bunu özündə problem kimi görürsə, biz ondan nə isə edirik. Amma görəndə ki, yox, mən beləyəm, mən düzəm, mən idealam. Heç kim məni dəyişə bilməz. Ümumiyyətlə dəyişmək istəmirəm. Mən artıq 1 dəfə, 2 dəfə, 3 dəfə addım atıram. Ondan sonra özümü çəkirəm kənara. Çünki mən ona mənə zərər verən bir məxluq kimi yox, daha çox köməyə ehtiyacı olan bir insan kimi yaxınlaşdım və o kömək əlimi
artıq tutmursa mən etdiyimi etdim. Edə biləcəyim qədərini etdim və o buna bloklayırsa, deməli artıq mən də çəkilməliyəm, özümü çürüdə bilmərəm. Nigar çox danışır, əslində mənim danışa bilmədiklərimi danışır demək istəyir, ancaq bunu etiraf Ah, edə bilmir. hı -hı. Belə başqa fikriniz yoxdursa xanımlar. Başqa da düşünürəm ki, bütün hər şeydən əslində danışdıq və mövzumuzun adını göstərdik ki, əslində necə sadə görünən, amma arxasında böyük problemlər daşıyan bir mövzudur və danışmadığımız nüans qalmadı məncə. Planladığımızdan da çox danışdıq, hər şeyə Eynən. toxunduq. Ətraflı danışdıq. Mənim üçün çox xoş oldu. Suallarınız Həmçinin yoxdursa də sağ olaşaq. bəli, özəldən də yaza bilərsiniz bu arada suallarınızı istədiyiniz zaman. Bizə sual yoxdur gördüyüm qədərilə. Bəli, o zaman sağ olun, özünüzə yaxşı baxın, ürəyinizdəki sevgini itirməyin və sevgi ilə qalın.